Şokolad yalnız dada görə deyil, həm də tərkibinə görə diqqətlə seçilməli olan məhsuldur. Marketdə şokolad alarkən paketdəki məlumatlara baxmaq məhsulun keyfiyyəti və təhlükəsizliyi barədə sizə çox şey deyə bilər. İlk növbədə məhsulun tərkibi haqqında məlumatın əks olunduğu etiketi diqqətlə oxuyun. Burada enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma şəraiti, həmçinin istehsalçı müəssisənin adı və ünvanı kimi vacib məlumatlar yer alır. Məlumatların Azərbaycan dilində də təqdim olunması çox önəmlidir. Çünki hər bir detalın anlamını düzgün dərk etmək lazımdır. İstehsal tarixi isə şokoladın hazırlandığı anı göstərir. Amma əsas diqqət son istifadə tarixinə yönəlməlidir. Bu tarix məhsulun təhlükəsiz və keyfiyyətli şəkildə istifadə oluna biləcəyi müddəti göstərir. Vaxtı keçmiş şokoladın yeyilməsi sağlamlığınız üçün risk yaradır. Tərkibi oxumaq isə sizi həm sağlam, həm də xoşbəxt edir. Kakao kütləsi, kakao yağı, şəkər, vanilin, emulqatorlar və qida dəyər göstəriciləri, enerji, yağ, karbohidrat, zülal və duz şokoladın qidalanma dəyərini anlamanıza kömək edir. Qeyd edək ki, şokoladın növünə görə kakao miqdarı da fərqlənir. Tünd şokoladlarda 70-85%, südlü şokoladlarda 20-40%, ağ şokoladlarda isə kakao kütləsi yoxdur. Yalnız kakao yağı, şəkər, süd məhsulları və vanilin olur. Etiketdə həmçinin şokoladın necə saxlanmalı olduğu da göstərilir. Soyuq, quru və günəş işığından uzaq mühit məhsulun uzun müddət təzə qalmasına kömək edir. Və ən önəmlisi, şokolad və şokoladdan hazırlanan məhsullarda allergiya yarada biləcək maddələr, süd, fındıq, soya və digərləri ola bilər. Xüsusilə allergiyası olanlar bu fakta daha diqqətlə yanaşmalıdırlar. Beləliklə, şokolad alarkən etiketləri yoxlamaq həm təhlükəsizlik, həm də dad üçün çox vacibdir. Sadəcə baxmaqla kifayətlənməyin, eyni zamanda oxuyun, qiymətləndirin, seçim edin.